Qrip sağalır, amma öskürək insanın canından çıxmır ki, çıxmır. Bugün bundan danışırıq ki, nəyə görə bəzi insanlarda qrip infeksiyalarından sonra həftələrlə davam edən öskürək yaranır və bu durumda nə etmək lazımdır? Ümumiyyətlə, bu heç də az görülən bir durum deyil. Təqribən əhalinin 11-25%-də ortaya çıxır və səbəbi virusların bronxial sistemi və həmçinin də öskürək refleksi yaranan reseptor ucları qıcıqlandırması nəticəsində yarandığı güman olunur. Yəni, virus infeksiyası artıq öz işini bədəndə bitirib, xəstəlik olub bitib, amma bədən o infeksiyadan sonraki qalıcı əlamətləri hələ ki, yəni savaş, belə deyək ki, təsəvvür edin ki, bu savaş meydanıdır. Viruslar və immun sistem. Bu savaş meydanında müxtəlif maddələr də təbii ki, əmələ gəlir bədən tərəfindən ki, o virusları dağıtsın. Məhz virusları bədəndən uzaqlaşdırdıqdan sonra o yerdə qalan qalıntı məhsulları bizim bronxial sistemimizdə müəyyən qədər aktivliyə, həssaslığa daha doğrusu səbəb olur ki, bu da bizi əvvəllər normalda çox da qıcıqlanmadığımız şeylərdən artıq qıcıqlanıb öskürməyimizə səbəb olur və bu hal maksimum halda 8 həftəyə qədər davam edə bilər. Yəni 3 həftə, 8 həftə aralığında siz bundan əziyyət çəkə bilərsiniz. Amma əgər bu, dediyim kimi, post-infeksiyoz, yəni infeksiyadan sonradırsa, qorxulu bir durum deyil. Narahat olmaq lazım deyil o halda ki, sizin öskürəkdən başqa şikayətiniz yoxdur. Bəs bu halda nə etmək olar? Bu halda təbii ki, bizim bronxlarımız nəmlənmək istəyir. Yəni, nə deməkdir bu? Əgər öskürək qıcığınız yaranırsa, maye qəbul etməyiniz çox önəmlidir. Xüsusən də ilıq maye, bitki çayları, məsələn, ada çayı və yaxud da gülxətmi çayı da çox yaxşı olar. Amma heç əlinizdə heç nə yoxdursa belə ilıq suyun özünü içmək sizin bronxial sisteminizi dolayısı yolla nəmləndirir və bu da öskürək refleksini azaltmağa kömək edir. Həmçinin olduğunuz otağın quruluğu da burada önəmli rol oynayır. Çalışın ki, olduğunuz otaq çox quru olmasın. Vaxt aşırı otağın havasını dəyişmək, nəmləndirmək də yenə də bronxial sistemin çox qıcıqlanmamasına səbəb olacaq və təbii ki, sizi qıcıqlandıran ünsürlərdən soyuqdur, yaxud da tüstüdür, ya da məsələn, hər hansısa bir qıcıq verən siz öskürdən amillərdən də uzaq qalmaq məsləhətdir. Və səbirli olmaq, hər nə qədər zəhlətökən bir şey olsa da 8 həftənin sonunda bu proses bitməlidir. Amma yox, əgər öskürəyiniz 8 həftə oldu, amma yenə davam edirsə, yəni 2 ay keçdi üstündən, amma yenə öskürürsünüzsə, bu halda artıq həkimə getməyiniz məsləhətdir ki, səbəb araşdırılsın, bəlkə ekstra bir problem var. Və yaxud da bu 8 həftə ərzində öskürəyinizin intensivliyi və şiddəti artarsa, ekstra olaraq temperaturunuz yüksələrsə, bədəninizdə ağrılar artarsa, əlavə olaraq bu dönəmdə iştahsızlığınız yaranarsa, bu halda yenə həkimə müraciət etməyiniz lazımdır ki, araşdırılsın ki, bəlkə heç məsələ qripdən sonraki öskürək deyil də, ekstra olaraq hər hansısa bir infeksiyon proses, məsələn, ekstra qoşulub, ya tutaq ki, ağciyərlərdə problem yaranıb, ya ağciyərin iltihabı və yaxud da digər səbəblər, ya da ümumiyyətlə sizdə asma və yaxud da xronik obstruktiv ağciyər xəstəlikləri varmı? Bunlar da araşdırılmalıdır ki, bu öskürəyin səbəbi tapılsın. Amma yox, əgər dediyim bu problemlər yoxdur və sadəcə quru bir ara-sıra qıcığa reaksiya verən öskürəkdirsə, səbirli olun, 8 həftənin sonunda maksimum bu öskürək keçməlidir.